Axşama qonaqlarımız gələcək. Ona görə bu günlərim San Sebastian şirniyyatını hazırlayıram. Cheesecake. Bizə lazımdır 800 qram labne pendir. Su demə. Qəşəng deyim, don qoy. Qarışdır da Zeynəb. Deyir ki, mikserlə çalmayın. Buraya 200 ml 1 stəkan pudra şəkər əlavə edirik. Neden kaptırma dedim. Biraz da vanil əlavə edirik. Çox tökmə də Zeynəb, çox tökmə. 400 qram qaymaq. Ne kadar Nerelerde ada düşür? Hı. 800 gram labne pendiri, üstüne 200 gram şeker pudrası, üstüne de 400 gram qaymaq və 1 qaşıq çay qaşığı vanilya. Bir çal. Yedir, yaxşı. Dostlar, ağır deyə. İkinci yumurta. Aha. 3. Bunu bir atmaq lazımdır. Şəkil. Su. Deməli, bir dolu, bir yarım su əlavə et. Bir dolu qaşıq. Bir de yarım. Elə bir şey yarım yox da tam dolu olmayan. Böyle. Təpələmə. Dostlar, baxın, bu kıvamda olmalıdır. Biz bunu tökürük qabına. Bismillah. Ay, buralar şey olmasın. Bunu qoyuram duxovkaya 200 dərəcədə yarım saat pişməyə. İndi isə spoonful hazırlayırıq. 4 stəkan süt. 2 3 4 2 ədəd yumurta sarısı. 1 2 3 yemək qaşığı nişasta. 2 3 qarışdır. 2 yemək qaşığı un. 1 2 altını yandırırıq, başlayırıq pişirməyə. Çünki Zeynəb yolda. Bir gün də pişirim, apar müəllimənə də Zeynəb. Yavaş-yavaş qatlaşır. Artıq qatlaşdı. Demək olar ki, bişdi. Altını söndürürəm. Bu arada qarışdırıram ki, dibi vurmasın. Deməli, belə bir axışqan olmalıdır. Nə çox qatı, nə də çox duru. Deməli, mən öncədən spoonfulun alt təbəqəsi üçün biskviti özüm hazırladım. Kakaolu biskvit. Və ovduq. İndi bunu mən qaba yayacağım. Bu arada dostlar, ovmadıq, mən ovdum. Sən kimsən? Zeynəb. Bol-habol olsun. Aldım yana. Şokolad götürürük. Üzərinə qaymaq əlavə edib əridəcəm. Hazırdır.
Sən əlimdən vurmayasın. Şey çox götür. Bismillah, qaymağı tökürəm. Qaymaq nə idi? Şokolatını. Əsas məsələ. Bu da sponfil hazır. Yox.